22 iyun 2026-cı il Hacıkənd qəsəbəsi Xanyurdu yaylağı. Hal-hazırda burada Qərbi Azərbaycan irsi tarixi köklərə qayıdış adlı festival keçirilir. Festivalın təşkilatçıları Qərbi Azərbaycan icması, həmçinin Göygöl rayon icra hakimiyyətidir. Burada bir çox stendlər vardır. Həmçinin Göyçə sülh məhsullarının stendi ilə tanış olmaq istəyirik. Burada təmiz, təbii və keyfiyyətli süd məhsulları var. Göyçə qatığı, Göyçə xaması, Göyçə doğası və saçaqlı pendir var. Bu məhsullar həqiqətən çox keyfiyyətli və təbiidir. Gəncə şəhərinin bir çox supermarketlərində bu məhsulları görə bilərsiniz, bu məhsullardan ala bilərsiniz. Qeyd etmək istəyirəm ki, belə festivalların keçirilməsi milli mənəvi irsimizin təbliği, torpağa bağlılığımızın gücləndirilməsi, eyni zamanda yerli istehsalın təşviqi baxımından olduqca vacibdir, böyük əhəmiyyəti vardır. 100% təbiidir. Ünvan Göygöl rayonu Qızılqaya qəsəbəsi. Həqiqətən bu məhsulları alan istəyir ki, bir də alıb istifadə eləsin. Təbiiliyinə və keyfiyyətinə söz ola bilməz.